Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Esselamu aleyke ya Eba Abdillah. Hər birinizi salamlayıram. Allah Teala bu günlərdə keçirilən əza məclislərini Əhl-i Beyt əleyhissalamın hörmətinə qəbul etsin. Bizi dünya və axirət Əhl-i Beyt əleyhissalamın məktəbindən ayrı salmasın inşallah. Mövzumuz İmam Hüseyn əleyhissalamın Aşura qiyamının səbəbləri barəsində idi. Keçən bəhsimizdə bu məsələyə toxunduq ki, hər bir hərəkət və nehsətin müəyyən bir hədəf və məqsədə ehtiyacı var. Ümumən, hər hansı bir hərəkətin, hər hansı bir nehsətin əgər hədəfi olmarsa, bu ilk baxışda puç və mənasız bir hərəkət hesab etmək olar bunu. Və eyni zamanda hər bir nehsədin hərəkəti, hədəfi nə qədər ucu alarsa, onun davamlı olmasına, onun tarixi ötüb keçməsinə, müəyyən bir zamanda qalmamasına səbəb ola bilər. Bu baxımından dedik ki, heç şübhəsiz İmam Hüseyn əleyhissalamın bu qiyamında da bir hədəf var, bir motiv var və İmam Hüseyn əleyhissalam bu hədəf uğrunda bu mübarək qiyamını başlatmışdır. Lakin bildiyiniz kimi İmam Hüseyn əleyhissalamın Aşura hadisəsi tarixi bir məsələdir. Yəni Hicrətin 61-ci ilində baş vermiş bir hadisə bizə kitablar vasitəsilə, mətn vasitəsilə gəlib çatıb. Ona görə də bir çox alimlər tarix boyu, istər Şiə məzhəbindən olsun, istər Əhl-i-Sünnə məzhəbindən olsun, istər ümumən müsəlman dünyasından xaric İslamşünaslar, şərqşünaslar olsun, bu məsələ barəsində İmam Hüseyn əleyhissalamın qiyamının hədəfi barəsində müxtəlif fikirlər ortaya qoymuşdular və müxtəlif təhlillər etmişdilər. Və heç şübhəsiz bu təhlillərin nəticəsi bir şiəyə məxsusən təsir etmiş olacaq. Onun İmam Hüseyn əleyhissalam məktəbinə olan baxışı, İmam Hüseyn əleyhissalamın məktəbindən almaq istədiyi dərs tamamilə fərqli olacaq. Yəni, bu baxışların nəticəsi bir mədəniyyətə çevriləcək və cəmiyyətdə yayılmış olacaq. Keçən bəhsimizdə dedik ki, birinci baxış bundan ibarətdir ki, nəinki zaman etibarından birinci baxışdır, lakin insanlar arasında, cəmiyyət arasında yayılan birinci baxış bundan ibarətdir ki, ümumən İmam Hüseyn əleyhissalamın qiyamının hədəfi olmamışdı. Bəlkə küfəllər o həzrəti dəvət etmişdilər ki, gəl bizə rəhbər ol və sondan həmən bu küfəllər imama xəyanət etmiş və onu öldürmüşdülər. Buna görə də İmam Hüseyn əleyhissalamın ümumən özünün şəxsi hədəfi olmamış, sadəcə bunların istəklərinə cavab vermək üçün hərəkət etmişdi. Mədinədən Məkkəyə, Məkkədən də İraqa və sonda Kərbəla deyilən bir məntəqədə İmam Hüseyn əleyhissalamın kiçik qoşunu, tərəfdaşları, əshabı, ailəsi mühasirəyə alınaraq öldürülmüşdür. Təbii olaraq bu yanaşmaya əsasən biz İmam Hüseyn əleyhissalamın Aşurasından, Aşura məktəbindən heç bir pay götürə bilmərik. Yəni burada artıq İmam Hüseyn əleyhissalam oturmuşdu evində, sakit, heç bir məsələyə müdaxilə etmirdi. Sadəcə onu müəyyən bir şəxslər dəvət etmişdilər, sonunda da aldatmışdılar. Dediyimiz kimi bu baxışın tərəfdarı yoxdur. Yəni hər hansı bir alim tam olaraq bunu nəzər olaraq ortaya atmamışdı. Sadəcə bu tarixən formalaşan bir baxışdır. Müxtəlif kitablarda İmam Hüseyn əleyhissalamın barəsində yazılan kitablar ya vaizlərin, moizə edənlərin, minbər əhlinin İmam Hüseyn əleyhissalam barəsində dediyi sözləri bir araya yığdıqda məlum olur ki, bəli, İmam Hüseyn əleyhissalamı küfələr dəvət etmişdilər və onlar da sonradan xəyanət etmişdilər. Və dediyimiz kimi, bu məsələdən düşmənlər də istifadə etmişdilər. Yəni, Əməvi məslək tarixçilər, alimlər demişdir ki, bəli, ümumən Əməvilər başda Yezid məlun olmaqla İmam Hüseyn əleyhissalamı qətlə yetirməmişdir. Bir iddə şiələr imamı çağırmışdılar, sonda da öz imamlarını qətlə yetirmişdilər. Yəni, həm bu
dostların, cahil dostların, məlumatsız dostların təqdim etdiyi bir baxışdır, həm də düşmənlərin bu məsələdən istifadə etdiyi bir baxışdır. Keçən bəhsdə dediyimiz kimi, xeyr, əsaslı tarix kitablarına baxdıqda görürük ki, əslində İmam Hüseyn əleyhissalam Muaviyyə lənətullahın ölümündən sonra ki, Yəzid 3 gündən sonra gəlir öz atasının dəfininə çatır. Çünki getmişdi öz, necə deyərlər, işinin dalıcan, ov dalıcan getmişdir. 3 gündən sonra gəlir, çatır Muaviyyənin, artıq Muaviyyə dəfn olunmuşdur. Ondan sonra çıxır insanlara, özünə beyyətə çağırır, Beytülmalı insanlar arasında yayır və sonra müxtəlif İslam ölkələrində oturan valilərinə məktub yazaraq deyir ki, insanlardan mənim üçün beyyət alın. Və eyni zamanda Mədinədə olan Vəlid ibn Ütbəyə də namə yazaraq deyir ki, məxsusən Hüseyn ibn Əlidən mənə beyyət etməsi üçün namə yaz. Əgər o beyyətdən boyun qaçırarsa, başını vurub mənim yanıma yolla. Bu məsələni 9-cu əsrin alimlərindən olan Əbu Muhammed ibn Əsəm Əl-Kufi nəql etmişdir. Təqribən ölümü 926-cı ildir, 10-cu əsrin əvvəlləri edir. Bunun Əl-Futuh əsəri var. Orada Yezid barəsində olan məlumatları qeyd edərkən bu məsələyə toxunur. İbn Əsəmin Əl-Futuh əsəri 5-ci zili səhifə 10-da bu məsələyə işarə edir. İbn Əsəmdən qabaq bu məsələni də öz kitabında Əhməd ibn Əbi Yaqub Tarixi Yaqubi kimi məşhur olan kitabda gətirmişdi. Nəzərə alaq ki, Yaqubi İbn Əsəmdən öncə yaşamış, təqribən ölümü 897-ci ildir və bu da o deməkdir ki, yəni İbn Əsəmdən qabaq yaşamış və bunun tarixi daha çox etibarlıdır. Buyurur ki, Əyyam-ı Yezid ibn Muaviyyə, Yezid ibn Muaviyyənin dönəmi barəsində olan hissəsində 2-ci cild səhifə 241-ci səhifədə yazır ki, və kanə qaibən fələmmə qədəmə Diməşq kətəbə iləl Valid ibn Utbə ibn Əbu Sufyan. Deyir ki, Yezid ibn Muaviyyə Muaviyyənin vəfatı dönəmində Dəməşqə deyirdi. Ora gələndən sonra Vəlid ibn Utbəyə namə yazı və o, Vəlid ibn Utbə Mədinənin valisi idi. Namədə deyilir, İzə ətəkə kitab-ı həzə fəhzurul Hüseyn ibn Ali və Abdullah ibn Zübeyir fəxuzhuma bilbeyyəli fəin imtənəə fəzrib ənəqəhumə və bə'asli birusihima. Deyir ki, bu namə sənin əlinə çatdıqdan sonra Hüseyn ibn Əlini və Abdullah ibn Zübeyri öz yanına çağır, onlardan mənim üçün beyyət al, fəin imtənəə, əgər onlar imtina etsələr, fəzrib ənəqəhuma, onların boyunlarını vur, və bə'asli birusihima, onların hər ikisinin başını mənim yanıma yolla. Yəni buradan açıq aydın görsənir ki, Yezid ibn Muaviyyə lənətullah ilk olaraq İmam Hüseyn əleyhissalamın qətlinin hökmünü sadır edən bir şəxsdir. Yəni İmam Hüseyn əleyhissalamın öldürülməsində, onun əhli əyalının öldürülməsində birbaşa olaraq Yezid ibn Muaviyyənin əli var və onun ətrafında olan şəxslər Ubeydullah və digər şəxslər Yezidin icraçıları idi. Yəni bu məsələləri heç bir formada onların üstünə atmaq olmaz. Yaqubu daha sonra buyurur ki, Fəxərəcəl Hüseyn iləl Məkkə fə əqamə bihə əyyəmən. Sonra İmam Hüseyn əleyhissalam Mədinədən Məkkəyə getdi, çünki orada haclar toplaşmışdı və öz Yezidə beyyət etmədiyini və Yezid kimi bir şəxsin İslam dünyasına hakim ola bilməməsi məsələsini həclərə demək üçün Məkkəyə getdi və orada bir müddət qaldı və bundan sonra və kətəbə əhlül İraq iləy və bundan sonra Küfə cəmaatı, İraq cəmaatı ona məktub yazmışdılar və bildilər ki, artıq İmam Hüseyn əleyhissalam ki, Yezidə beyyət etmir və ona qarşıdır, qiyama başlayıb ondan sonra buna məktub yazdılar. Və bunu dedik ki, Küfələr heç bir formada şiə olmamışdı. Niyə görə? Çünki İmam Hüseyn əleyhissalamın düşmənləri arasında oxunan rəcəzlərə baxdıqda görürük ki,
Bunlar İmam Hüseyn əleyhissalamı təhqir etmişdilər. İmam Hüseyn əleyhissalamın atasını, Əli əleyhissalamı təhqir etmişdilər. Necə ola bilər ki, bunlar şiə olsun? Yəni şiə kimə deyilir? Ən azı şiənin ən, necə deyirlər, sadə mənası budur ki, o Əli əleyhissalama, Əhl-i Beytə məhəbbəti olsun. Yəni şiənin ən qısa mənası, necə deyirlər, ən yığcam mənası bundan ibarətdir ki, Əhl-i Beytə bunun məhəbbəti var, Əleyhissalama məhəbbəti var. Lakin biz məktəblərə baxdıqda, tarixi kitablara baxdıqda görürük ki, ümumən İmam Hüseyn əleyhissalamın qoşununda olan şəxslərin Əleyhissalama düşmənçiliyi var idilər. Keçən dəfə buna toxunduq ki, onu öldürən şəxslər deyirlər ki, İnnəmə nuqatilukə buğzən li əbik. Biz səninlə atana olan kinə, nifrətimizə görə döyüşürük. Yəni, necə ola bilər bunlar Əli əleyhissalamın şiəsi olsun, amma desinlər ki, bizim Əli əleyhissalamın nəyimiz var? Düşmənçiliyimiz var, onu biz sevmirik. Və yaxud başqa tarixi mənbədə var ki, İmam Hüseyn əleyhissalamın bunlar səsləyərək ey yalancı və yalancının oğlu ləqəblərini bunlar İmam Hüseyn əleyhissalama nisbət vermişdilər. Yəni, bunlar hamısı onu göstərir ki, bunlar heç bir formada Əli əleyhissalamın şiəsi olmamışlar. Bu keçən bəhsimizə qısa olaraq siz əzizlərlə müzakirə etdiyimiz bir məsələ idi. İkinci yanaşma barəsində, yəni İmam Hüseyn əleyhissalam nəyə görə qiyam etmişdi? Bu məsələ barəsində danışmaq istəyirəm. Lakin bu məsələni tam olaraq deməmişdən qabaq kiçik bir müqəddimə, icazənizlə kiçik bir müqəddimə qurmaq istəyirəm. O da bundan ibarətdir ki, baxın, İmam Hüseyn əleyhissalamın qiyamının hədəfləri, İmam Hüseyn əleyhissalam niyə görə qiyam etmiş, hansı səbəbə görə qiyam etmişdir? Əvvəldə dediyimiz kimi, müxtəlif nəzərlər, müxtəlif görüşlər var. Bunların əksəriyyəti tarixən formalaşıb. Yəni, İmam Hüseyn əleyhissalam ki, hicrətin 61-ci ilində qiyam edib, sonraki dövrlərdə kitablar qələmə alınıb, sonra alimlər gəlib o kitablar əsasında fikir irəli sürüblər, buradan artıq nəzərlər formalaşıb. Yəni, bu alimlərin nəzərləri həmən o mənbələrə qayıdır. Yəni, ilk olaraq bu hadisələri nəql edən mətnlərdir, heç bir formada təhlil etmədən. Ondan sonra bu mətnlərdən sonra alimlər gəlib, təhlilçilər gəlib və bu mətnlərə əsasən fikir irəli sürmüşdülər. Və heç şübhəsiz tarixən məlumdur ki, İmam Hüseyn əleyhissalamın Aşura məktəbi, İmam Hüseyn əleyhissalamın əzadarlığı, yəni Məhərrəm ayının ilk 10 günü Əhl-i Beyt əleyhissalamın vaxtında keçirilib. Yəni, İmam Hüseyn əleyhissalam öz əyalı ilə şəhid olduqdan sonra İmam Səccad, İmam Baqir, İmam Sadiq və digər imamlar və imamlardan sonra gələn şiə dövlətləri və yaxud Əhl-i Beyt əleyhissalama məhəbbət bəsləyən əhl-i-sünnə alimləri müxtəlif ölkələrdə, istər İraq sərhədlərində olsun, istər İraq sərhədlərindən kənarda olsun, İmam Hüseyn əleyhissalama təziyə saxlayıblar, İmam Hüseyn əleyhissalamın əzasını hər zaman keçirdiblər. Bu, tarixən sabit olunan bir məsələdir. Və buna əsasən biz deyə bilərik ki, İmam Hüseyn əleyhissalamın əzadarlığı İslam dünyasında artıq bir mədəniyyətdir. Bu mədəniyyət nədən ibarətdir? Bu mədəniyyət insanlara xilafətə qarşı, zülmə qarşı, haqsızlığa qarşı sakit qalma, öz haqqını istə, zülmün üzərinə qalx və öz fikrini, öz əqidəni müdafiə et. Yəni, bunlar hamısı Aşura məktəbində tam olaraq təcəssüm edən, tam olaraq görsənilən bir məsələdir. Və bunlar heç bir formada, yəni biz tarixə diqqət etdikdə görürük ki, bunlar İslam dünyasına, yəni bu baxış İslam dünyasına öz təsirini qoymuşdur. Və təbii olaraq bu təsir, bu yanaşma, Aşura məktəbinə bu formada yanaşma bir çox şəxslər üçün sərf etmirdi. Yəni İmam Hüseyn əleyhissalamın məktəbini siyasi formada təhlil etmək, hər hansı bir azadlıq istəmək, haqq arxasınca olmaq, təbii olaraq kimlərin siyasət başında olan şəxslər üçün bu
sərf etməyən bir yanaşmadır. Buna görə də İmam Hüseyn əleyhissalamın qiyamının hədəfi nə idi məsələsində bu məsələni də nəzərə almaq lazımdır ki, düşmənlər də heç vaxt istəməyiblər ki, İmam Hüseyn əleyhissalamın tam olaraq hədəfi cəmiyyətə öz çılpaqlığı ilə, açıqlığı ilə təqdim olunsun. Və bu da səbəb olmuşdur ki, İmam Hüseyn əleyhissalamın qiyamı şiələr arasında, müsəlman dünyasında biraz gizli formada, rəmzi olaraq bildirilsin. Hər bir halda ikinci baxış bundan ibarətdir ki, İmam Hüseyn əleyhissalamın qiyamının hədəfi İslam dünyası üçün, şiələr üçün özünü fəda etməsidir. Yəni, İmam Hüseyn əleyhissalam Aşura günü ona görə şəhid oldu ki, şiədə olan günahkarların günahını bağışlasın və şəfaət məqamına sahib olsun. Yəni, İmam Hüseyn əleyhissalamın bu qədər Aşura tarixinin arxasında dayanan əsas hədəf və əsas motiv bundan ibarətdir ki, İmam şəfaət məqamına çatmalı idi və şiə dünyasında olan şiələrin günahını bağışlamalıydı. Və şiələr necə günahlarını bağışlamalıdır? İmam Hüseyn əleyhissalama əza keçirməklə, ona ağlamaqla, onun uğrunda, onun əzadarlığı uğrunda müxtəlif şəbihlər çıxartmaqla İmam Hüseyn əleyhissalamın şəfaətinə nail ola bilərlər. Tarix etibarı ilə bu baxış nə zaman İslam dünyasına gəlmişdi, şiə dünyasına gəlmişdi? Heç şübhəsiz Qacarlar vaxtına təsadüf edir. Yəni Səfəvilərdən sonra ki, Qacarlar gəldi, şiə dünyasına belə deyək, hakim kəsirdi İran və ətraf yerlərə. Artıq bu dönəmdə olan vaizlər, minbər əhli İmam Hüseyn əleyhissalamın qiyamının əsas motivini bu formada təqdim etməyə başladılar. Tarix etibarı ilə bu məsələni tam olaraq öz kitabında açıq formada gətirən Şərif Təbətəbai adı ilə məşhur olan Mirzə Məhəmməd Baqirdir. O özünün İsrar-ı Şəhadət Alullah kitabında belə yazır ki, İmam Hüseyn əleyhissalam şəhid olmasının səbəblərindən biri də möminlər arasında, yəni şiələr arasında günahların günahı idi. Yəni günahkar şəxslərin varlığı idi. Buna görə də İmam Hüseyn əleyhissalam öz canını və malını, övladlarını Allaha sataraq onun əvəzinə cənnətə aldı, yəni şəfaət məqamını aldı. Bununla da günahkarları xilas etmiş olsun. Daha sonra buyurur ki, yəni çox maraqlıdır, Şərif Təbətəbai buyurur ki, bir şəxs İmam Hüseyn əleyhissalamın şəhadətinin hədəfinin günahların kəffarəsi olaraq inanmırsa, əslində müşrikdir. Və bu ayənin onun nümunəsidir. İnnəlləhə la yəğfiru ən yüşrikə bih. Allah Teala hər bir şeyi bağışlayar, lakin ona şərik qoşanlardan başqa. Yəni, Şərif Təbətəbai ilk olaraq bu məsələni qabağa çəkir, sonra öz nəzərini qəbul etməyənlərə təkfir edir. Yəni, deyir ki, hər kim desə ki, İmam Hüseyn əleyhissalam başqa hədəflər, başqa motivlər uğrunda qiyam etmişdir, o müşrikdir və təbii olaraq İslam dinindən çıxmış bir şəxs hesab edilir. Təbii olaraq bundan qabaq, yəni Şərif Təbətəbaidən qabaq Molla Məhdi Nəraqi bu məsələni öz kitabında gətirmişdi. Muhriqül Qulub kitabında buyurur ki, İmam Hüseyn əleyhissalam böyük şəfaətə çatmaq üçün və günahkar şəxsləri bağışlamaq üçün şəhid olmuşdur. Baxın, ümumən dediyim kimi, bu məsələ tam olaraq Qacarlar vaxtında təsadüf edir. Yəni, Qacarlar vaxtında yazılmış məqtəllərin əksəriyyətinin mövzu bundan ibarətdir ki, biz İmam Hüseyn əleyhissalamın üçün yalnız ağlamalıyıq. İmam Hüseyn əleyhissalamın qiyamının hədəfi yalnız və yalnız şəfaət məqamına çatmaq və bizim işimiz sadəcə bundan necə biz təsirlənə bilərik? Ağlamaqla və o şəfaətə nail olmaqla. Baxın, biz əgər istəsək bu məsələnin kökünü araşdıraq ki, niyə görə bu məsələ Qacarlar vaxtında atıldı ortaya? Yəni, təqribən Qacarlar dövləti ki, 18-17-ci əsrlərdə gəlmişdi iş başda. Bundan qabaq Səfəvilərdə də var idi. Yəni Səfəvilərdə heç belə bir formada yanaşma yox idi. Baxmayaraq ki, Səfəvilər şiə məzhəbini rəsmi din olaraq, rəsmi məzhəb olaraq qəbul etmişdilər. Belə bir baxış yox idi. Və ümumən Qacarlar vaxtında yazılan məqtəllərə biz baxsaq, yəni İmam Hüseyn əleyhissalamın Aşurasını ehtiva edən kitablara biz baxsaq, say etibarından çoxdur. Yəni olduqca geniş məqtəllər yazılıb. Lakin
keyfiyyət baxımından, mötəbərlik baxımından olduqca zəifdir. Yəni İmam Hüseyn əleyhissalamın məqtəl yazılması Qacarlar dövründə özünün tənəzzülünü yaşamışdır. Və çox təəssüf olsun ki, yəni bizdə Azərbaycanda Aşura mədəniyyətinin irsi Qacarlar dövründə yazılmış məqtəllərdir. Yəni Azərbaycan cəmiyyəti o maarifçilik dövründə İmam Hüseyn əleyhissalamın Aşurasını yalnız Qacarlar vaxtında, Qacarlar dövründə yazılan məqtəllər əsasında oxumuşdular. Və təbii olaraq Qacarlar zamanında İmam Hüseyn əleyhissalamın Aşura məsələsi tam olaraq başqa formada keçirilirdi. Müxtəlif ayinlər, müxtəlif adət-ənənələr ortalığa atılmışdılar. Bu dövrdə yazılan kitablara biz baxsaq, adlarından da məlumdur ki, artıq bunlar hansı hədəfi cəmiyyətə təqdim etmək istəmişdilər. Qısa olaraq bir neçə kitabın adını sizlərə zikr edim. Ənvacil Buqa, Bəhrul Buqa, Bəhrul Huzun, Təriqul Buqa, Tufanul Buqa. Yəni ancaq ağlamaq, ağlamaq necədir? Ağlamaq yolları, ağlamağın tufanları, Muhitul Buqa və ilə axir. Yəni bu kitabların heç özün açıb oxuma, adlarına müraciət etdikdə görürsən ki, bu alimlərin əsas yanaşması bundan ibarətdir ki, Aşuranın qiyamı İmam Hüseyn əleyhissalamın şəfaət məqamına çatması və eyni zamanda günahkar şiyyələrin bağışlanmasıdır. Yəni təsəvvür edin, bu yanaşma bir cəmiyyətə hakim olarsa, bu cəmiyyət nə günə qalar? Artıq bir cəmiyyət istədiyi günahı edər, istədiyi dini əməlləri görməməzlikdən gələr, lakin Məhərrəm ayını gözləyər 10 gün. 10 gün gələcək, mən orada ağlayacam, mən orada hüzün olacam və bundan da bağışlanacam. Yenə də 10 gündən sonra gedəcəm, öz işimi görəcəm, İslamdan uzaqlaşacam, Allahın buyurduqlarını yerinə yetirməyəcəm. Yəni, bütün halallar mənim üçün Aşuradan sonra, bütün daha doğrusu haramlar Aşuradan sonra halal olacaq, onları tam olaraq yerinə yetirə bilərəm. Sadəcə bir balaca ağlamaqla, hüzün olmaqla bütün bu günahlar getmiş olacaq. Lakin bu məsələ niyə görə ortaya atıldı? Baxın, Qacarlar dövründə biz tarixi cəhətdən baxsaq, görürük ki, Qacarlar dövründə İki dənə əsas mühüm hadisə baş vermişdir. Biri budur ki, Qacarlar dönəmində Qacarlarla Ruslar arasında dava başlamışdır, müharibə başlamışdır və demək olar ki, bu hər zaman davam etmişdir. Baxmayaraq, tarixin müəyyən bir hissəsində bu müharibə getmişdir. Lakin həmişə Qacarlarla Ruslar arasında ta bu Türkmənçay müqaviləsinə qədər bu müharibə davam etmişdir. Demək, ilk növbədə bu məsələ nəzərə almaq lazımdır. İkinci budur ki, Qacarların başında oturan, yəni Qacar sülaləsinin başında oturan xanlar və onların din barəsində olan görüşləri. Səfəvi dönəmində dediyimiz kimi dövlətin rəsmi məzhəbi şiyyəçilik idi. Lakin Qacarlarda belə bir şey yox idi. Qacarlarda çalışırdılar ki, müxtəlif məzhəblərin, istəklərini nəzərə alsınlar. Bu iki məsələni yan-bayan qoyduqda görürük ki, Qacarlar dönəmində bir iddə şəxslər, müəyyən alimlər həmişə çalışırdılar ki, İmam Hüseyn əleyhissalamın həmasi yanaşmasını, İmam Hüseyn əleyhissalamın qəhrəmanlığını, mübarizəsini cəmiyyətə yaysın və bununla da Ruslar qarşısında cihada səsləsinlər. Yəni, İmam Hüseyn əleyhissalam bir mübarizə nümunəsidir. Həzrəti Əbəlfəz və digər İmam Hüseyn əleyhissalamın yanında olan şəxslər mübarizə nümunələridir və insanlara bunlara təqdim olunsa, təbii olaraq Ruslarla cihada gedər və onlarla mübarizə apararlar. Bu, Aşuranın birinci yanaşmasıdır Qacarlar dönəmində. Lakin bu məsələ Qacarlara heç bir formada, yəni Qacar hakimiyyətinə heç bir formada sərf etmirdi. Yəni, Qacarlar ətrafında olan şəxsləri, insanları həmasi fikrə, şücaət və şəhadət, rəşadət aşiqi olmağını istəmirdilər. Yəni, bir şəxslər, bir hakimiyyətin ki, fərdləri, cəmiyyət, rəşadət və şəhadət arxasınca olsalar, mübarizə arxasınca olsalar, təbii olaraq onlar heç bir zaman kiçik bir zülmün qarşısında susmaz, şah olmur, kim olur, bunları devirməyə çalışacaqlar. Buna görə də Qacarlar bu həmasi yanaşmanı yatızdırmağa çalışırdılar və bu kimi alimləri həmişə uzaqlaşdırırdılar. Lakin
İkinci yanaşma bu idi ki, biz İmam Hüseyn əleyhissalamdan ikinci sakitlik yayan, necə deyirlər, fərdisilik yayan bir görünüş, bir obraz yaratmalıyıq. Bu obraz heç şübhəsiz özündə fərdisiliyi olmalıdır, amma eyni zamanda elə formada qələmə verilmək lazımdır ki, bütün dövlət, əyyan-ı əşraf da İmam Hüseyn əleyhissalamın məclisinə gəlsin. Yəni burada minbər əhli, vaizlər İmam Hüseyn əleyhissalamın, yəni öz fikirlərinə əsasən aşurasını qorumaq üçün, onun məktəbini qorumaq üçün və insanları özlərinə cəlb etmək üçün İmam Hüseyn əleyhissalamın aşurasını tənəzzül etdirdilər ağlamağa, hüzünlü olmağa. Və bu da təbii olaraq dediyimiz kimi biz Qacarlar dövrünə baxda görürük ki, Məhərrəm ayı, Səfər ayı bütün küçələr İmam Hüseyn əleyhissalamın qara bayraqlarına bürünüb, insanlara qəmə vurmaq, baş yarmaq, zincir vurmaq tam olaraq azad olmuşdur. Və təbii olaraq belə bir cəmiyyəti idarə etmək, belə bir cəmiyyəti necə deyirlər, əsarət altında saxlamaq Qacarlar üçün heç də çətin deyildi. Buna görə də bir təəssüf olsun ki, bu dönəmdə bir çox alimlər bu məsələyə riayət etmədikləri üçün bu əfsanəni ortaya atmışdılar ki, İmam Hüseyn əleyhissalam ümumən şəfaət məqamına çatmaq üçün şəhid olmuşdu. Lakin bu məsələnin təhlilində qısa olaraq bunu deyim ki, bu nəzər heç bir formada nə arxasında bunun bir rəvayət var, nə tarixi gerçəklik var, nə də şiyyənin əsas prinsipləri ilə, əqidə prinsipləri ilə heç bir formada düz gəlmir. İmam Hüseyn əleyhissalam biz namələrinə baxda görürük ki, ziyarətnamələrə baxda görürük ki, biz deyirik ki, şəhadət veririk ki, sən namazı, zəkatı, xumusu və digər dini vacibləri dirçəlmək üçün qiyam etdin, hərəkət etdin. Nəinki bu dini vacibləri görməməzlikdən gəlmək üçün. Bu da təbii olaraq özünü Qacarlar dönəmində yaratmış və ondan sonra da öz izini müxtəlif kitablarda, müxtəlif məktəblərdə və mədəniyyətdə iz buraxmışdır. Ümumi olaraq, əzizlər, İmam Hüseyn əleyhissalamın qiyamı onun şiyyələrin günahını bağışlamaq üçün deyil, onun ali hədəfləri var və bir insan bu ali hədəf uğrunda əgər ağlayarsa, hüzünlü olarsa və onda bir mənəvi dəyişiklik baş verərsə, heç şübhəsiz bir çox rəvayətlərin nəzərə aldıqda belə bir şəxs həqiqətən də bağışlana bilər. Və təbii olaraq bu ağlamaq müqəddimədir insanın mənəvi durumunu, ruhunun dəyişməsinə və tövbə etməsinə, Allahın buyurduqlarını yerinə yetirməsinə. Siz əzizlərlə gələn bəhslərimizdə İmam Hüseyn əleyhissalamın qiyamı barəsində deyilən digər nəzərləri də inşallah müzakirə edəcəyik. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.